Yeni bir gündən hər kəsə salam. Gerçi hava qaralır, amma olsa yenə də bizdə yenə qazda problem yaranmışdı. Gəldim Asan Kommunala. İncinin də kargosu var idi. Onu da götürdüm. Dedim biraz 28'in digər tərəflərini də gəzim. Mən donuram, xanım qol açıq gəzir. Ətirlərim qutarıb, istəyirəm özümə ətir alım. En azından bir dənə ətir alım. İki də onu götürək. Çünki o pis yerlərdən ətir alanda qoxusu, qalıcılığı elə də yaxşı olmur. Havada qaralıb, bilmirəm metroya necə minəcəm. Axşama da yemək. Bir dənə mərcini hazırladım, çıxdım. Başqa da yeməyim yoxdur. Xanım Nərgiz gülü satır. Nərgiz deyir arxadan. Elə verirəm məni çağırır. Mən bir də şialası idim. Üzüyuma gəlir. Üzüyuma gəlir. Bizdə inci ilə bir işlədirik. Bu kələm gülləri mənə çatmır da. İnci qutarıbdı. Keçim görüm. Hardan alıram. Qalıb yeni ilə şiaları. Bir şəkildə qızlar. Teşekkür. Eyni qiymətlər davam edir. Hələ ki endirim yoxdur. Yeni il qutarsa da. Ne qəşəng görünür. Baxaq görək hara giririk. Havada qaralıb. Mən o metroya necə girəcəm Allah bilir. Hələ ki gəzirəm burada. Xanımlar, nəhayət gəl evə çıxa bildim. Bu pasyukanın trubkası dəhşətdir. İnci özü üçün belə bir rumiyana sifariş eləmişdi. Bunu götürdüm. Rəngi də elə içi kimidir. Çox gözəl rəngi var. İnci ağdır deyə ona belə rəngləri gedir. Özüm üçün sizə də çəkmişdim. Girdim bir dənə ətir götürdüm. Həmişəki kimi Dolce Gabbana Light Blue. Qəşəngdir. Bu səfər qabını biraz fərqli götürdüm. Üzüma geri tutarmışdı. Bir dənə üzüma geri götürdüm. Bütün növ dərilər üçün uyğundur. Belə aloe veralı. İnci ilə birlikdə işlədirik deyə sırf quru üzlər üçün götürmədim. Bütün dərilərə gedəndə götürdüm. Magic Color'un 2 dənə rəngini götürdüm. Saçım bu aralar çox qəhvəyi rəng olub. Ona görə 6.0, 6.11 götürdüm. Bir də 20% suyunu götürdüm. Aldıklarım bunlar oldu. Yığışdırım salatamları da açın. Şimdi koyum hamama. Bunlardaki saçımın dibi üzə gəlibdir. Bunları da koyum. Ne vaxt göstərəm olsa onda koyarım saçıma. Kızlar bir dəfə istifadə edərdim o şampun kraskadan. Onu da 30 dəqiqə saçda saxlayırsan deyə daha dedim nə fərq var. Elə addım minnətli alıb bunu koyaram. Da İnci xanıma diyorum. Sipariş eləmişdi. Cəlal nöqtəsindəydi. Oradan getdim. Mən götürdüm. Gedim görüm nə edirəm. Akşama elə bir yemək yoxdur. Sadəcə mərci var idi. Yanına da pratik bir şeyler hazırlayayım. Oturaq yeməyimizi yeyək. Bir dənə də elə oradan keçdim. Çörək götürdüm. Mən deməsəm çörək alınmır evə. Bilmirlər çörək var mı, yoxdur mu? Bunu görə uşaqlar almır. Belə trubkada o qədər qaldıq ki, üstünüzə canınızı sağlıq, başımdan ağrı qalxdı. Avtobusda dolu olur. Heç gözləmədim o birisi avtobus gəlsin, boş olsun, onda oturum. Çünki istər-istəməz mən otursam da məndən sonra yaşlı xanımlar gələndə qalxıb onlara yer verirəm deyə. Dedim elə nə qədər evə tez tassam o qədər yaxşıdır. İçərisi də sıxlığı idi. Vadalaskasız belə çıxa bilmirəm. Vadalaska geyinəndə də avtobusun içərisi sıxlıq olanda ürəyim sıxılır. Daşım dünən
qazın üstə qoyub bişirmək üçün, daha doğrusu dəmirin üstə qoyub bişiririk. Belə 4 plis qoyub üstünə. Ondan ötürü şabalı dalı dünən hardasa bir 20-30 dənə pişirdim. Qalanını da dedim ki, atım buzluğa. Yenə hər nədir, 1-2 səfərlik. Çox yəqin ki, aş üçün qaraya qatmaqlıq şabalı olacaq. Hər il əvvəllər vəbşi çoxalırdım. Ən aşağısı belə 1 kiloqram, 2 kiloqram alıb qoyurdum. Uşaqlar hardasa orta məktəbdə oxuyanda, yəni 1-dən 4-ə qədər gedib gəlirdik. Valideyn var, onunla alırdıq, ikimiz də qoyurduq. Çalışırdıq özdə balacalarını alaq. Bir neçə il belə də qoymuram, belə az-az belə alındıqca nə artığı qalır, onu qoyuram. Belə də ki, bəs eləyir. Əvvəlki kimi deyəsən aş pişirmirəm da. Əvvəl bir damcı başını kəsirdim. İndi belə tam soyuram. Bir də əsas soyucuya qoymamış bunların burada gözənəkləri olur da, bu düzəlmək üçün olan yerləri. Onu belə bıçaqla çıxardığında şabalın içərisinə qara vermir. Yəni qara almır soyuduqda, buzluqda qaldıqca. Səmayeva canlı gözləməlidir. Bazar günü qonaqlığa gedəcəydik, ad gününə. Yoldaşımla çıxdıq və hədiyyə baxmaq üçün. Düz yerək hədiyyəni Əcəmidən aldıq, amma ki orada bir çəkiliş eləmədim. Oradan da gəldik Azadlıq Hoqqa mağazasına. Birinci səfər idi yoldaşım bura gəldi. Keçən səfər TikTokdan buranın videosunu atmışam. Deyir hardadır, gedək ora baxaq. Gəldik biraz da buranı onunla gəzdik. Nə bilim xoşuna gələn bir kişiyi götürdü. Bir şey aldıq, evə gedəndə onlar da sizin üçün çəkərəm. Oradan da çıxdıq, evdə çatışmayan bəzi ərzaqlar var idi. Onun üçün dedim marketə gedək. Oradan da getdik marketə. Hər zamanki kimi bizim sevimli marketimiz Tayqaya. Düzdür, bura hələ Hoqqadır. Xanımlar, bugün özümü bilmirəm niyə çox yorğun hiss edirdim. Həm də ki, üstünüzə canınıza sağlıq, dişim ağrıyır deyə səhər tezdən vlogu montaj eləyib paylaşa bilmədim. Ücə saat 2-yə qalıbdı. Mən hələ vlogu təzə montaj eləyirəm. Ona görə bugünkü vlogumuz çox yəqin ki, axşamüstü çıxacaq. Dediyim kimi gəldik Tayqaya. Buradan da bir şirniyyat götürdük. Evə lazım olanları götürdük. Tayqanın özünün qəşəng təndiri var. Təndir çörəyi bişirmişdilər. Ondan götürdüm belə 2 dənə isti-isti. Bunlar da Hoqqa Azadlıqdan aldığımızdır. Evdə zalent yox idi. Bir dənə belə 70 qəpiyə zalent götürdü. Sarımsaq qabığı soymaq üçün belə barmağa taxılan bıçaq kimi şeylər var idi. Bir dənə ondan götürdük. Maşın qoxusu götürdü. İntihası qızlar bir damcı qoxu vermir. Nəsə elə bil ki, rəngli suyu doldurublar içərisinə. Belə bir dənə özümə kruvasan götürdüm. Uşaqlar üçün şirniyyat götürdük. Evdə mayonezim qutarmışdı. Mayonez götürdük bir dənə. Un qutarmışdı. Un götürdüm. Ya Karmin götürdüm ya da Mehriban. Həmişə bu ikisindən alıram. Pesok götürdüm. Yenə pesogumuz qutarmışdı. Evdə ən çox işlənən, yəni tort pişirirəmsə necə olmalıdır. Yumurta götürdüm 15 dənə. Bu da irili xırdalı idi. Duzlu peçeniyə götürdük yenə. Uşaqlar üçün indi videonu səsləndirirəm. Baxıram ki, yenə dişim ağrıyır. Yenə belə bir keks götürdük. İçərisi şokoladlı. Qızlar, dişimə qapaq qoydurmuşdum. Bilmirəm niyəsə. Bu qapağın altından şiş veribdi. Kənarlara şiş verib. O da ağzıma, boğazıma ağrı verir. Danışa bilmirəm. Bugünkü vlogumuz da ona görə gecikib, ona görə tənbəlləşmişəm. Yenə pesok var idi. Aldıqlarımız bunlar oldu. Allah hər kəsə alım gücü versin. Allah hər kəsin ruzisini bol, bərəkətli eləsin inşallah. Bunları da sifon üçün aldıq yenə. Gedirik qızlar. Bu arada getdim, dırnaqlarımı düzəltdirdim. Belə kedi gözü elətdirdim. Düzdür, mən başqa rəng seçmişdim, amma xanımda o rəng yox idi. Bunu məsləhət gördü. Dedim olsun, bu rəng eləyək. Axşam günəşinin batışını sizin üçün çəkmişəm. Çox möhtəşəm görünürdü.
Düzdür, bizim arxa tərəfimizdə qalırdı, amma yenə də olsun dedim bir çəkim sizə çox möhtəşəm idi. Dünənki göy üzü. Çox gözəlsin, çox gözəlsin. Çəkirəm bunu hazırda. Bir fırran bir dəfə də baxın. Allah ne güzeldi, Allah ne güzeldi. Ömrüm eti gitti üstünde kaldı, onu da kopart. Ayıp oldu, yağ kaldı kaşığın üstünde. Kaşığın üstünde kaldı. Eləyəcəm. Eleyle. Səninlə danışanda nəsə heç kim başa düşmür. Niye? Niyə sadəcə su ilə su dəyişir? Eleyle, narın əlim, düzəldiyle, qoşuyla. İndi bir də şöyle Yok, kışkırık başladım. Belə dol burada da səssiz. Çünki açdım vlog çəkəm, səssizləşdik. Səhərdən yaxşı şeylər gedirdi, dayandı. bacıma deyirəm ki, üzünü göstər, seyircilərin səni görsünlər. O gün də yorumda gördüm ki, bir nəfər sənin burnuna iltifat eləyirdi. Yaxşı, mən niyə görməmişəm ha? Yadımdan çıxdı yazmaq ki, o Allah vericisidir, o şey zad deyil. Plastik estetik Plastik deyil. falan deyil. Hə, yox, heç görməmişəm Hə, yorumu orada mən. yazmış ki, burnunuz nə qəşəngdir. Deyirəm səni seyircilər mərak edir, özünü göstər onlara. Bacım belə deyir, hə. Daha səmimi olarsınız. Hə, bir xanım da yazıbdı ki, biz sizi deyir izləyirik, sevə-sevə izləyirik, özünüzü göstərmirsiniz. Məncə deyir bu bizə deyir hörmətsizlikdir. Mən də yazdım. Hə, mən də yazdım. Çox sağ olun. Nə deyim? Çox sağ olun istədiyiniz üçün. Qaldırayım mı? Yox. Niyə? Daha geçənlər var. Daha geçələnib, hə. İndi bax bir neçə ildən sonra baxanda vloglara deyəcəksiniz ki, biz beləymişik. Elə adam var videonun qabağında uşaq sayır ki, gəl deyir, gəl deyir, böyüyəndə özünə baxarsan. Valla maraqlılar. YouTube'dan silinəsi deyil, hə. Mən nə qədər şəkillərim, videolarım getdirdi, telefonda hayf oldu. Hə, elədir. İndi bu yaxşıdır amma qalır. Zəhra nətərdir? Qəşəng dedim mən. Bəcəndin mi? Hə. Burada sarı düşür, intası bu tərəfə fırlayanda yaşılla roz bit olur. Sən çox ekonomik adamsan. Hə, orada düzəltdirəndə bir xanım deyir ki, yanındakı xanıma, bax deyir, nə gözəldir. İstəsən sarı paltarla, istəsən yaşıl paltarla, istəsən qəhvəyi paltarla. Aynen. Nə rəngdən istəsən? Kimi bir şey. O yaşıldır, o qəhvə. Bu yaşıldır. Kofe. Yaxşı. Qəşəngdir, o da qəşəngdir. Ne düşdü. Sağ ol canım, sağ olasın. Mənsiz ki, paltar da dağıtsam, bunu da unutmadım ha. Aa, yox, sənsiz almadım. İnci demədim, İnci xoşuna gələn var. Hə. Girdi orada İnci tırkaladı ki, mama qəşəngdir, çox qəşəngdir, götür. Mən də götürdüm, de hə. Gətirdim, bir dəfə geyindim, başladı İnci geyinməyə. Özündən ötürü alır. Belə qışın altdan geyinməyə yaxşıdır. Hə, yox da, nə deyəsən. Kutkuya gedək ən qısa zamanda. İnşallah. İnşallah. Görüşək, bir gedək. Ev eşiyi Zəhriyə burax gedək. Hə. Biləmi Zəhra? Gördün mü? Hə, biz qırağa çıxanda bunlar bizi qısqanırlar. Qısqanmağa görə yox. Qısqansınlar elə. Ev buna qalır deyən qısqandı. İşlər. 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 Hə. İşlər. Zəhra onu elə, Zəhra bunu elə. Yeməyəndə də O gün deyirəm ki, bunu sirk yoldaşım mamasına səs atıram. Deyirəm ki, bəs Zəhra gəldi, testələsi özü üçün şey pişirdi, makaron xəngəli pişirdi, qardaşımla gidilər. Deməli, mən bu söz deyən sonra düşüb qızın üstünə. Arada bir mən də İnci'nin üstünə düşürəm. Qız düşüb qızın üstünə, qız da düşsən, Allah Güney xalıya dedim, bizə səs atmasın. Deyirəm, Zəhra evi işi təmizləyir, qabını, qaşığımı yuyur. Vallahi 10 yaşında biz 13 qatını eləyirdik. Prosto indiki uşaqlar hazırlıqdan başlarını qaldırıb bir iş görə bilmirlər. Ay, hazırlıq olmasa da indiki uşaqların elə bil həvəsi. Həvəsi də həm də ki telefon imkan vermir uşağa şey eləməyə də. Biz qabaqlarında durmuşuq deyən Hə. tənbəldir. Deyir, tənbəl uşaqların deyir, günahkarı analardır. Analar nə qədər yaxşı olursa, uşaqlar o qədər tənbəl olur.
uşaq öz başına qalanda qopsaq olur. Hə. Qaqaş həmişə birini şey çəkir. Ay, birini sağ ol. çəkir. Hə, bildim Dostu kim var edir. onun qızını. Hə. Deyir, görəsən deyir, uşaq nətərdir. Deyirəm ki, biz də eləydik də. Bizlə eyni Ay, sağ ol. mamalar işləyirdi deyin, avtomatik qoçaq idi. Mən də onu deyirəm da, səhər Bizdən saat soğuqsan 7-də yox idi. mamam bazara gedirdi. Zəhradan da balacaydım valla. Səhər mənə deyirdi ki, gəlirdi yalvara öpürdüm. Bax mən gedirəm ha, sabah saat 7-də qalxırsan tezdən. İndi əvvəl kövənci yığırsan. Hə. Dişqaları idi. Ay sağ ol, hə. Əvvəl kövənci yığırsan. Ay, sağ Sən də ol. mənlə birənti böyümüşük də. Bəs əvvəl kövənci yığ, falan yerdə var, hindişkaları çıxart, qoyma o cücələr çıxsın. Və şeyh var, onlar çıxsa ayaqları şeyhə dəyib, öləsidir. Onu elə, bunu elə. Mən bütün yeməklərin ilkini bacımla bişirmişəm. Özdə hindişkalar da çox yiyirdi, nə qədər. Hə, nə qədər, nə qədər. Sən qatırdın? Qatıq. Yox. Ha. Belə qırıq balaca nələrsə qatırdı. Hə, yarma qatırdıq da. Yarma, Hə, sağ ol, buğdanın zadı, qardanın zadını ərdib, yarması olurdu, qatıq olurdu. İndi cəmaət qatıq tapa bilmir. Biz o vaxt hindişkiyə qatıq yedizdirirdik. Deyirəm, ailə 3 ay bir gəlirdi evə, elə yalvarırdı ki bizə. Nədir evdə isti təmiz Hə, təzə yemək, ev tərtəmiz olurdu. Hə. Elə sevə-sevə. Bizi deyirəm o qədər tərifliydi. Peşədə deyirəm Allah bilir nə dadı deyib pişirdiklərimiz. O qədər. Yox, yaxşı da deyirdi. Niyə dedi? Nə bilim, o vaxt gəlmişsən Allah bilir. Hə, yox, qəşəng idi. Niyə? Bişirirdik da, normal idi amma. Xəncə də pişirdik. Hə, bir dəfə Gəncədə bişirmişdik ilkini. Bir rəşirlik pişirirdik hər şey. Gəncədə bişirmişdik xəncənin Sən ilkini. hələ şeyə Adilə lobyanı nə adından? Badımcan adından. Hansısa xoşlamayırdı. Badımcanı lobya adından yedirdim. Sən dedin ki, badımcan xoşlamır. Hə, Mən dedim, eybi yoxdur. Batımızdan Hə, Adil gəldi ki, nə bişir? Adil də Güneyin bacımın qardaşıdır. Gəldi ki, nə bişiribsən? Dedim ki, lobya bişirmişəm. Bu Güney dedi ki, badımcan yəni. Hə, nə yaxşı, qəşəngdir, yağını bol eləyirdik də. Mamam nə deyirdisə deyirdi ki, yağını bol eləyin, dadlı olsun. Yağını bol eləyirdik, qəşəng. Adil qəşəng qoydu, sarımsaqladı, bir bəhbəh də yedik. Axırda demişdin elə amma. Axırda hə, dedim ki, bu şey idi, nətər idi. Hə. Dedim badımcan idi, lobya deyil. Onda deyər ki, nə pisiymiş. Yox, axırda təriflədi. Mənə dedim ki, badımcandır, lobya deyil. Nə dedi? Heç nə, daha yeyib nə deyəsən? Sası deyil. Yox, amma xoşuna da gəlmişdi. Və dedi adıraq. Göz. Çəkmə. Niyə sən çəkməyim? Yox, çəkmə. Utanıram. Tamam, utansın, çəkmirəm. Quşlar, həmişəki kimi. Limon, Hə, o da bulut. bulut. Hə, yadımda qal. Bu bizim aldığımız xalça. Keçən səfər bu xalçaları görəndə hamı bəyənmişdi. Amma dəyişik olub. Ömərdə də var. Hə. Burada bax, sən burdasan, gördük səni. Sizlər indi deyək ki, mən oyamı. Hə, bu Zəhradır. Özünü çəkdirməsə də bilin bu Zəhra. Ata kimi deyirsən, pişkiydi o. Ha, tam azdan özünü axşamır ki. De görüm indi burada. Hər şeyim var abi. Mən bu qıza deyirəm ki, indi sənin otağını görüm. İndi bunun yanına Bunu da gəlməmişik sən də. almışdın özdə. Yaxşı, mən almışdım. Doğrudan. Keçən il. Ömər də sağ olsun şeylərin yeyibdi. Altındakilarını. Hə. Çıxarıbdı ki, pulta qoyacam. Hə. Qızımın mebelləri. Bu da şifaneri. Qəşəngdir. Rəngi zadı çox qəşəngdir. Əslində güya ki, mən də beynimdə tutmuşdum ki, bu rəng alam mebeli. Prosto getdim o birisinə, aşiq oldum deyə. Dayan günüm. Bu da pis. Getdim o birisinə aşiq oldum deyə almadım. Amma qəşəngdir. Sağlıqla, çox qəşəngdir. İnşallah aboyunu da vurdursaz, vəbşə alırlar. Gedəkmi? Hə, gedək. Gedək, üzün yoxdur. Bu da Limondan bulub. limonla bu. Bax, sən gözlər başlayırlar əsləməyə. Birazdan uçacaqlar. Yaxşı. Adam görəndə elədilər. Yeləndirim. Sarı qəşəkdir. Maraqlı nəsə var orada. Bax, o təzə gəldi. Doğuşa. Elya xanımın pişikləri, mırmır dostlarım. Həqqafları çəkmirəm, yox. Bunlar buna altına döşəkdiyi qədər qoyub. A pişik. Gözünə işıq düşdü.
Yemək iyisi gəldi. Nədir bu? Daha doğrusu mimozadır. Əllərinə sağlıq. Fərqli qaranlıq işıq keçmişdi. Hüseyin qaldı. Hər gün deyirik, işıqlarımız keçmişdi. Düzəl dobraca yağmurluq, qəşəkdir. Əllərinə sağlıq. Al İnci. Apar. Sən mi aparırsan? Əllərinə sağlıq bacım. Şükür. Üstündə nə var? Üstünə cücü. Qazaq üsülü. Qazaq Qazaq üsülü. Bəh. Neçə vaxtdır belə aş yemirəm. Mən dedim elə, aşı çox eləyək. Elə Qaralı. Qaralı yeyirik, amma bunu yəni yoxdur. Ya daha doğrusu pişirən yoxdur. Tamam 2 numaralı bulundu. Bana yakındı bu da. Telefon kalıbını Temu'dan 2 manat 50 qəpiyə almışam. Orada qəşəkləri var. Hə, qəşək gözdə. Yox, çox qəşəng görsün. Deməzsən o qiymətini. Həmişə tortum çəkəstəyəm ki, bir dəfə sən bəzə onu çəkim. O şey bənövşəyini tutdura bilsək yaxşı olar. Nə? O xaricilərdə gözəl bənövşəyi var, göyçək bənövşəyi. Mənim sevdiyim bənövşəyi. Hə. Belə Sən bənövşə. deyirdin nəsə rəng var. Hə, göylə şey qatışdırmaq mı? Çəhrayını onda da alınmır da ki, boyanın keyfiyyətsizliyi. Yox. Hə. Sən deyirdin, hazır rəng var, bənövşəyi rəngdə qəşəngdir, hazır rəngdə. Deyirdin, təzə çıxıb patika rəngdə. Hə, o tam bənövşəyi olmurdu, o da mürdüm olur. Mürdüm yox o. Az belə də bardov fason belə bir şey. Şam almamışam, yer onu. Yoxundur şam. O birisindən var, ondan qoyaq. Üstünü boyamaq olmur. Yox. Şey var, Rəqəm var. 6 yaş. 6 yaş orada. Rəqəm yox, o bizim qızıllar var. Nə olasıdır ki? Ondan qoyaq, tamam, hələ. İşdən də eləyərik də. Yaman günü boya ilə çiçək boyasını azadla boyamaq da olar. Niyə qızılıq istiyorsan, hə? Yox, yaman gün deyirəm. Ən pis halda. Bacımın çiçəkləri. Tortdan artıq qalıb. Şeydir o. Qəşəymiş. Sadəlik həmişə gözəllikdir. Peki, deyirəm, bəlkə getdikcə düzələyib, bu şit tortların dəbi gedir. Rəngarəng kremli tortlar. İşləyəndə zövq ola da işindən. Sadə ola. Üstündə də bir-iki dənə detal ola. Vəsiya. Mən həmişə deyirəm ki, şəkilli tort, ancaq şəkilli tort sifariş edəndə müştəri udur. Bu nədir ay bacım? Bu nədir? O şey kəsən. Bu iyi. Qusaçqa. Allah düşün. Beləsini də birinci səfərdə görürəm. Göz qran oxşuyur. Qardaş almışdı onu birinci. Sonradan da dedi bu çox şeydir də, böyük ağırdır. Ağırdır, hə. Sonra mobisindən aldı, indi onu da ağzı yaxşı kəsmir. Xarab olub, yenə bunun öhdəsində qalmışam. Yaxşıdır da, bu qəşəng kəsir. Elə belə hələ ki sancaq. Sonra baxarıq gerək. Sancı qəşəngdir. Eləyirəm. Neçə dəfə bir sənin ayırmışam. Bunu burada eləmişəm. Sonra çözmüşəm, bu tərəf eləmişəm. Ay, sağ ol, gün bir dəfə mən də eləmişəm. Baxıram, qabağı burada durubdu. Yazı, şəkillər o tərəfə düşüb. Yazıyı məcbur o tərəfdən Çox pis şey eləmişəm. Hə. Biri də yazıbdı ki, görürsən, bilmirəm nə olanda nə olur da, yəni belə da ön yarğı. Nə olanda nə olur? Yəni Danışır. hə da, yəni səhv eləyibsən, sən də səhv eləyirsən. Mən də səhv eləyə bilərəm. Şərt odur ki, səhv eləməyək. İnsanlıq halda hamı səhv eləyir. Şərt odur ki, o səhvdən çıxmağı başarasan. Baxırsan ki, bir təri nə tərs elədim, qabağına qoydum deyən yazısını. Düzdüm, qoşdum, oradan çıxdıq. Bu alt, hə bax 6 ilə 10 arası. Ay sağ ol. Birində bununla bunun arasından çıxar. Gəl, ulduz qoy ürək. Ulduzun birini buraya qoyarsan. Bura qabağa, bunu qoymurlar, rozmin. Hə, rozmin ürək. Hə bax bu boşluq var. Kameradan baxanda daha yaxşı görünür. Hə. Atın qabağını kəsdi, atı. Bir damcı. Ya atı geri çək, ya da ulduzu altıya tərəf elə.
Bir dənə də ora ulduz qoy. Ortalarına qoy bir dənə də. Boş oldu. Bəlkə biraz da şəkil çıxardım. Muncuqdurlar. Oh. Valla bənövşəyə muncuğum var. Yo yo, bənövşəyə muncuq varsa bax. Var. Hə, yox, qəşəng görsənir. Qəşəng görsənir. Bir iki dənə lap qabağa muncuqdurlar. Bəyaz sağ şey gətirin. Nə gətirirsən? Qəşəng oldu. Nə arıyordun ha? Qəşəngdir, yox, qəşəngdir. Sən də. Portre ilə heç çəkməmişəm. Portredə birlə yox, bax bununla yox. Bax bu uzaqdır. Görsən, amma indi buna bax. Gördünmü? Nə gözəl oldu. Bu bir də məndə yox idi. Mən video çəkirdim. Videoda yox. Bilirəm ha. Mən sənin arxa plaqı çəkirdim. Çəkiliş arxa plaq. Hə, var işə. Bibi getdi şam gətirməyə. Ne geçerken? Anne tartlar yaxşı. Dağıdarsan birdən. Geçecektim aynen. Bəyəndinmi? Değil. Aynen ki yaxşı. Natelladır bu. Natı deyil. Natelladır. Beğendin kolilerini. Üstünde de altı var bak. Ne? Altı da var üstünde sen beğendiğin altı reklam. Gönder yalanla bildirelim. Bunların mətbəxidir, mənim mətbəximdəndir. Elə də deyir ki, gedib deyir, mənim mətbəximdən bilədir. Yadına gəlir birinci səfər buranı şeylədiyimiz. O gəldim ki, boy, yox sən gəldin. Boy bizim kuxnadan eləyibsən. Deyir ama sən bizim kuxnadan eləyibsən. Yaşlı, tünt yaşlı renkli. Sizə prost Qəşəngdir. Həm bezdəki üstəki bozdur, altdakı bozun ağıdır. Amma sən eyni rəng eləyibsən. Qəşəngdir. Şoka düşmüşdüm mən onda. Deyir gəlib deyir ki, siz də bizimkindən elətdir. Deyirəm, yox, siz bizimkindən elətdirirsiniz. Yusuf deyir ki, onlar birini elətdirir, sizə elətdirir. Hə, yox, yadına gəlirsən, gəldin, baxdın, dedin ki, mən də mat istəyirəm belə. Hə, mən də belə. Mən hamı baxanı bəyəndim. Qəşəngdir, çox qəşəngdir. Baxan hamı bəyənir, hamı da belə rəng elətdirir. Hə. Tonları elətdirir, açıq elətdirir. Qəşəngdir, hə, yox, belə yaxşıdır. Ağ rəng eləyirsən, məsəl üçün, baxırsan ki, buradan belə şey qalxdıqca saraldır oraları. Hələ mənim bunun üstünün bu açıq rəngi yoxdur, yuxarı açıq rəngdir axı məndə. Baxıram ki, bax bu divlər var, bu plitənin divləri, bu üçgəlinin divi. Baxıram ki, orada biraz saralmalar var. Şey vurduqca sarılıbdır. Qusaq qızdır. Elə. Əlini belə tut, belə tut. Ay Allah, ay Allah, hə, gətir. Məşhur oldum belədir də. İndi Bu nə bir ciddi dənə qız. dilək tut, üfür şamlarına. Alqışlamağı unutmayın, hamı hazır olsun. Qəşəng bir dilək tut. Bugünlük məndən bu qədər olsun xanımlar. Bu arada Məhəmmədi Savalan qəsəbəsində tort istəsəz, Günel Kek səhifəsinə yaza bilərsiniz. Görürsünüz də göz qabağındadır bacımın tortları da. Hələlik sağ olun, sağlıqla qalın, Allaha əmanət olun. İnşallah sevərək, bəyənərək izlədiyiniz bir video oldu. Bəyəndinizsə videonu bəyənib bir dənə şərh yazsaz sevinərəm. Hələlik.